bəlkə də Bakıda yeganə yer idi ki, orada qreypfrutda qəlyan, normal çaşkada qəlyandan ucuz olurdu. Bilmirəm nəyə görə mənə elə gəlir ki, onlar elə həmin qreypfrutu təkrar və təkrar işlədirdilər. Buranın əsas konseptlərindən biri də ballı çay idi. Mən belə eşitmişdim ki, orada ballı çay qaynayan samavarı heç vaxt söndürmürlər. Çünki bal samavarın içərisinə yapışa bilər. Belə bir maraqlı tərəfi var idi. Qonaqlara pulsuz marojna verilirdi girişdə. Bəli, çox maraqlıdır, düzdür. Yəni girişdə bir marojna aparatı var idi. Bizim o Sovet dövründə gördüyümüz aparat. Mən borşun yanında bir belə deyək, səyahət şirkəti var idi. Çox maraqlı idi. Yəni əslində o qədər də varlı bir kontingentə xitab eləməsələr də, masaların üzərində səyahətlə bağlı şeylər var idi. Yəni belə bir reklam yerləşdirmişdilər ki, məsələn, axşam vaxtıdır oturmusan və hansı xanımlar daxil olurlar içəri, yanlarında bir bəy var, bir cəlbedici xanımlardır. O vaxtlar 28 may tərəfdə, bəlkə indi də var həmin yer, 50 qəpik restoranı var idi. 50 qəpik yəqin çox məşhur bir yerdir, bir çox tanıyır oranı. Mən bugün 50 qəpikdən yox, 50 qəpiyin yanında olan Boş kafesi haqqında danışacağım. Boş kafesi 50 qəpikdən biraz aralı idi, dediyim kimi 28 may ərazisində. Və orada çox vaxt yer olurdu və biraz da sahəsi böyük olduğuna görə həmişə dostlarla orada otururduq. Boş kafesinin çox maraqlı bir formatı vardı. İndi də baxsaz Instagramda hələ də şəkilləri qalır, amma kafenin özü deyəsən bağlanıb. Deməli, burada 24 saat iş gedirdi kafedə və kafenin əsas yerlərindən biri o idi ki, orada yeməkxana var idi aşağıda. Yuxarıda isə əsasən qəlyan və çay verilirdi. Biz düzdür yemək yemirdik heç vaxt, amma daha çox ora qəlyan çəkməyə və yaxud da çay içməyə gedirdik. Çox maraqlı, deməli, orada format var idi. Format ondan ibarət idi ki, qəlyandan birinci başlayım. Qəlyan deməli üstəgəl bir kampaniyası var idi. Bu kampaniyaya görə bir qəlyan alanda, səhv etmirəmsə qiyməti 10-15 manat idi. Bir qəlyan alanda biri isə hədiyyə idi. Amma maraqlısı o idi ki, yəni maraqlı tərəfi o idi ki, yəni o qəlyanı məsəl üçün çəkdiniz, 2 nəfər getmişsiniz, təbii ki 2 qəlyan çəkə bilmərsiniz. İndi olurdu, kimsə gəlirdi, biri özü çəkirdi qəlyan, bir də yanındakı tərəf müqabili. Amma orada elə bir şey yox idi. Yəni istəsən əgər, sən qəlyanı sonra da çəkə bilərdin. Nə mənaya gəlir? Məsələn, qəlyanı almışsan, çəkərliyindədir, 1+1-dir. Və axşam gəlib həmin qəlyanı çəkmək imkanım var idi. Yəni həmin gün ərzində o çek aktiv olurdu bir növ desək. Çox maraqlı bir konsept idi və bəlkə də Bakıda yeganə yer idi ki, orada qreypfrutda qəlyan, normal çaşkada qəlyandan ucuz olurdu. Bilmirəm nəyə görə mənə elə gəlir ki, onlar elə həmin qreypfrutu təkrar və təkrar işlədirdilər. Bəlkə də bu mümkün deyil, indi kimsə əgər qəlyanın yaxşı başa çıxan varsa kommentlərdə yaza bilər. Boş kafesində demək olar ki, yəni həmişə dolu olurdu və oranın əsas konseptlərindən biri də ballı çay idi. Mən belə eşitmişdim ki, orada ballı çay qaynayan samavarı heç vaxt söndürmürlər. Çünki bal samavarın içərisinə yapışa bilər. Belə bir maraqlı tərəfi var idi. Sonra bu qəlyan tərəfi, qəlyanın bir şey deyim ki, qəlyan çəkirdi, amma qəlyan tez sönürdü və sonra biraz da baş ağrısı olurdu. Bilmirəm necə hansı keyfiyyətdə tütündən istifadə edirdilər orada. Sonra qonaqlara nə verilirdi? Qonaqlara pulsuz marojna verilirdi girişdə. Bəli, çox maraqlıdır, düzdür. Yəni girişdə bir marojna aparatı var idi. Bizim o Sovet dövründə gördüyümüz aparat. Yəni mən Sovet dövründə olmamışam, amma o aparat təqribən özünüz bildiyiniz belə bir balaca, hündür bir aparatdır. Vaflin içərisində marojna alırsan oradan 50 qəpik və yaxud da 1 manat. Deyəsən də bəzi yerlərdə verirlər ondan Bakıda. O pulsuz olurdu həmin marojna və istənilən, yəni deyəsən istənilən qədər yemək olardı ondan. Yəni 1-2 dənə, 3 dənə yemək olardı ondan. Bu pulsuz idi, yəni marojna. Çox maraqlı. Yay aylarında isə orada qarpız pulsuz olurdu. Qarpızın, yəni stollarda əyləşən müştərilərə
qarpız gəlirdi axşam vaxtı saat 7-də, 8-də və stollara doğranıb paylanırdı həmin qarpızdan. Və o qarpız o da deyəsən limitsiz idi. Ya hər stola bir qab deyəsən verirdilər, ya yemiş verirdilər məsələnlərə də. Mən həmişə deyirdim ki, qarpızla marojnanı yeyəndən sonra adamın oturmağa artıq vəziyyəti olmur və durub çıxıb gedir. Qəlyan qarpız marojna. Yəqin özünüz təsəvvür elədiniz ki, vəziyyət necə olar. Yəni bu mədəyə, bağırsağa inanmıram ki, yaxşı təsir edən bir mexanizm olsun. Beləliklə kombinasiya olsun yemək olaraq. Bu çox maraqlı bir tərəflərindən biri idi borşun. Daha bir maraqlı tərəfi o idi ki, orada deməli özbək plov verirdilər. Yeməkxanası var idi aşağıda. Yəni yeməkxanaya baxanda belə yeməkxanada bəzi restoranlarda şüşə falan qoyurlar, amma orada elə şey yox idi. Yəni piştaxta idi, piştaxtanın arxasında yemək bişirilir və içəridən dəhşət yemək gəlirdi. Orada ayran, müxtəlif dovğa və təamlar düzülürdü. Ən maraqlısı isə özbək aşı idi. Yəni mənə gəlir ki, bir çox adam yəni özbək aşını digər kənar yerdə yeməmiş insan, orada yeyən insan yəqin ki, onun dadında, tam dadının necə olması barədə təsəvvürü çox az. Çünki demək olar ki, özbək aşına oxşamırdı. Amma bir qədər də təbii ki, qiymətlər münasib olduğu üçün ona görə inanmıram ki, kimsə aşın keyfiyyətini sorğulayırdı orada. Bu kafenin çox maraqlı bir atmosferi var idi. Yəni burada o qədər qəlyan çəkilirdi ki, demək olar ki, yəni göz gözü görmürdü burada. Musiqi olmurdu kafedə. Yəni indiki hal-hazırki qəlyanxanalarda məsəl üçün musiqi var. Musiqi olmurdu, amma nərd və domino deyəsən var idi. Dediyim kimi biz niyə ora gedirdik? Çünki 50 qəpikdə çox əslində dolu olurdu və yer olmurdu. Üstəgəldə biraz da baha idi. Yəni çox gec getmək olurdu 50 qəpiyə. Məsəl üçün axşam vaxtları getmək olurdu. Oranın qəlyanı daha yaxşı idi sanki. Düzdür, mən qəlyan çəkmirəm, yəni hal-hazırda çəkmirəm və çox da məsləhət görəcəyim bir şey deyil. Yəni sağlamlığına zərərlidir. Belə, amma bir mədəniyyət olaraq indi bir dost-tanışla görüşəndə istər-istəməz ora gedirsən. Və borşun da çox maraqlı bir, yenə qayıdaq borşa. Borş kafesində də çox maraqlı söhbətlərdən biri nə idi? Böyük bir restoranın, yəni böyük bir obyekt belə deyək, çox balaca bir ayaq yolusu var idi. Yəni kimsə çaşdı əgər ayaq yoluna getdisə, yəni orada uzun müddət qalır həmin adam və gözləməli olursan qapının ağzında. Ona görə də çox çətin idi. Yəni ayaq yolda cəmsi bir dənə orada bir belə deyək ki, budka fəaliyyət göstərirdi aşağıda. Və bəzən heç ayaq yolun növbəsinə düşmək olmurdu pik saatlarda. Qəlyan çox həddindən artıq qəlyan çox çəkilirdi həmin yerdə və mən onun dayandığını demək olar ki, biz görmürdük. Daha bir maraqlı xüsusiyyət həmin borşun yanında bir belə deyək səyahət şirkəti var idi. Çox maraqlı idi. Yəni əslində o qədər də varlı bir kontingentə xitab eləməsələr də masaların üzərində səyahətlə bağlı şeylər var idi. Yəni belə bir reklam yerləşdirmişdilər ki, kimsə istəsə yəni səyahətə filan gedə bilər. Bu da bir maraqlı bir tərəfi idi həmin kafenin. Əsasən aydın məsələdir ki, kişilər orada yığışırdılar və bir də görürdük ki, məsəl üçün axşam vaxtıdır oturmusan və hansı xanımlar daxil olurlar içəri, yanlarında da bir bəy var, bir cəlbedici xanım vardı və onlar siqaret satırlar və yaxud da zarqalka satırlar müştərilərə. Əsasən siqaret satırlardı, səhv eləmirəmsə, əgər düz yadımda qalsın. O siqaret çəkmədiyim üçün o qədər də əslində maraqlanmırdım, yəni amma belə bir şeylər var idi. Yəni xanım demək olar ki, orada olmurdu, nə də ki musiqi olmurdu. Sadəcə olaraq gəlirdilər və insanlar qəlyanları çəkib gedirdilər. Çox maraqlı məsələlərdən biri də oranın əslində iki giriş-çıxışının olmağı idi. Yəni bir çox yerlərdə bir giriş-çıxışdı, orada isə iki giriş-çıxış var idi. Qəlyanxanaların özləri də bir neçə formata bölünürlər və bu da həmin belə deyək. Əslində indi hal-hazırda yəni müqayisə eləyəndə
görürük ki, indi necədir bu cür məkanlar. Yəni mən belə adlandırardım bu məkanları. Kişilərin daha çox gedib sosiallaşdığı yerlər adlandırardım bunları. Bu əvvəllər, lap əvvəllərdə sırf çayxana idi, ancaq burada çay verilirdi. Daha sonra bura qəlyan da gəldi. Qəlyandan sonra bura ola bilsin ki, müxtəlif yeməklər də daxil oldu. Spirt burada çox vaxt olmurdu və çox populyar olmurdu bu tip məkanlarda. Çünki dostlar bir araya gələndə onlar çox içki içmirlər. İçənlər də var, amma az olur. Yəni mən az müşahidə eləmişəm. İndi hal-hazırki müasir formatda isə nədir? Müasir formatda isə bir müğənni xanım oxuyur. Təbii ki, o təkdir və fonoqram oxuyur və yaxud da hansısa bir minus gedir arxada və müxtəlif mahnılar oxuyur, oynayır. Belə deyək də, auditoriyanı şənləndirir. Yəni klassik çayxana formatında, sırf Borşuner timsalında desək, çayxana, qəlyanxana formatında belə şeylər olmurdu. Onda ola bilsin ki, yeni artıq məkanlarda bunlara fikir verirlər. Kənardan bir qədər qəribə görsənir. Çox maraqlıdır ki, orada o xanımın yanında bir də mühafizə var və o mühafizə kənarda dayanır və həmin xanımı qoruyur bir növ desə. Yəni kimdən qoruyur, nə üçün qoruyur bilmirəm, amma xanımın yanında bir qoruma da var. Yəni belə bir evolyusiya keçib bu tip məkanlar. Sırf əgər boş kafesi haqqında danışsaq, yəni qayıtsaq əgər boş kafesi məsələsinə, yəni mənə elə gəlir ki, əgər elə bir format yenidən olsa, əgər kimsə qərara gəlsə ki, o formatı yenidən canlandırsın, çox yaxşıdır əslində. Yəni orada sırf qəlyan və yaxud da çay, yəni yemək əsasən yəni bu istiqamətdə gedir və orada əlavə musiqi falan yoxdur. Çünki musiqi olduqda istər-istəməz bir qədər dediyim kimi, yəni ağız deyəni qulaq eşitmir, insanlarla ünsiyyət qurmaq çətindir. Çünki ora niyə gedir ki, adamlar, yəni ünsiyyət olsun deyənə, bir söhbət olsun, danışmaq olsun deyənə. Düz adamların nə dərəcədə yəni danışacaq şeyləri var, bunu da demək çətindir. Amma bu tip məkanların mənə elə gəlir ki, məqsədi sosiallaşmaqdır. Musiqi oynamaq da öz yerində, amma düşünmürəm ki, yəni musiqi bir o qədər də uyğundur, yəni bu tip yerə, xüsusən də bir xanım müğənninin oxumaq və insanların oynamağı bu rəqslərə. Belə, bu boş kafesi idi, belə maraqlı formatlı, qarpızlı, marojnalı, qəlyanlı, bu tip, yəni bu üç və yaxud da 4 məhsulun bir yerdə olmağı, indi bilmirəm nə qədər insan üçün faydalıdır. Amma bir vaxtlar belə bir kafe, belə bir məkan Bakıda var idi.